Salam hər birinizə. Mövzumuz Azərbaycan tarixindən Slavyan yürüşləridir. Deməli, bu Slavyanlar kimlər idi? Onlar Qafqazdan şimalda yaşayırdılar və bəzi mənbələrdə Ruslar deyilir Slavyanlara. Slavyanlar niyə Azərbaycan ərazisinə yürüş edirlər? Gəlin bundan danışaq. Çünki Azərbaycanda bu dövrdə sərvətləri ilə məşhur idi, ipəyi ilə, Bərdə bazarı, Kürkü bazarı, digər yaxud sərvətlərinə görə Slavyanların diqqətini çəkir. Slavyanlar özləri də qarətçi olmuşdular, digər bölgələrə gedib qarətlər edirdilər. Təkcə bunu Slavyanlara yox, digər Slavyanlar Azərbaycana yox, digər qonşuluğunda yaşayan dövlətlərə də edirdilər. Niyə Azərbaycana bunlar biz deyirik ki, daha gec gəlirlər? İlk dəfə onların yürüşləri olur 9-cu əsrin sonlarında. Çünki buna qədər Azərbaycanda ərəblər hakim idilər. Artıq ərəblər partisanlıqdan, dağıldıqdan sonra Slavyanlara yol açılır. Yəni Azərbaycanda vahid bir dövlət olmur ki, Slavyanlara qarşı mübarizə aparsın. Slavyanların ilk yürüşü vaxtı Azərbaycanda hələ ki Sacilər və Şirvanşahlar dövləti mövcud idi. Bunlar da elə bir-biri ilə özü düşmənçilik edirdilər. Sacilər Şirvanşahlara asıla salırdı, Şirvanşahlara müqavimət göstərirdi və düşmənə də yol açılırdı ki, daha rahat gəlib ölkəmizi işğal etsinlər. Deməli, Slavyanlar yürüşləri demişkən ilk yürüşdən danışırıq biz. İlk yürüşlər nə vaxt oldu? 9-cu əsrin sonları. Yəni hardasa 890-cı illər. Belə. Burada da biz əsas yer adından demirik, ümumi deyirik ki, gəldilər Xəzər sahili bölgələrdə talanlar edib geri çəkilib getdilər. Bir neçə kəndi soyub talayıb getdilər. Ondan sonra danışırıq biz ilk yürüş, yəni il olaraq deyirik 909-cu il yürüşündən. Onlar 909-cu ildə gəlirlər, deməli, şimaldan, Xəzər dənizindən gəlirlər və biz bir də ilk dəfə bu dənizdən gəlmək demişkən, onu deyirik ki, Xəzər dənizindən Azərbaycan, yəni ölkəmiz ilk dəfə yadelli basqınına məruz qaldığı Slavyan yürüşləri dövründə Xəzər dənizindən gəlirlər. Gəlirlər onlar Xəzər dənizi ilə, Abaskun adasını qarət eləyirlər. Burada da digər ərazilərə keçmək istəyirlər, lakin Abaskun əhalisi tərəfindən, yəni burada diqqət edirik biz, tezdə qarşımıza çıxır, yerli əhali tərəfindən onlar darmadağın edilirlər və geri çəkilirlər. Gəldikləri kimi də gedirlər. Təzədən gözləri doymur, yenə qarətlərə gəlmək istəyirlər. 910-cu il yürüşündən danışırıq biz. 910-cu ildə də gəlirlər, bu dəfə Sarı adasına. Sarı adasını qarət edirlər. Sarı adasını qarət edəndən sonra Gilan var burada. Gilan ərazisinə çəkilmək istəyirlər ki, Gilanı da qarət etsinlər, amma burada hər şey gözlədikləri kimi olmur. Gilan və Şirvanşah. Deməli, burada həm Şirvanşah, həm Gilan qoşunu tərəfindən darmadağın olunur Slavyanlar. Həm burada Şirvan, həm də Gilan. Yəni, bu yürüşlərin hamısında baxırıq ki, ilk əvvəl gəlib qarətləri eləyirlər, amma son olaraq döyüşlərdə məğlub olub geri çəkirlər. Burada da Şirvanla Gilanın birləşmiş qüvvələri tərəfindən məğlub olurlar Slavyanlar. Daha sonra danışırıq biz onların ilk dəfə nizam-intizamlı şəkildə yürüşündən. Bu 914-cü ildəki yürüşdür. Bu vaxt onlar artıq dağınıq yollarla yox, vahid toplu halda gəlmələri üçün də Qara dənizdə böyük donanmaları var idi. O donanmanı Xəzər dənizinə necə keçirəcəkdilər? Qara dənizdən Azov dənizinə keçirlər. Azov dənizindən Don Volqa çayı vasitəsilə gəlirlər və burada da bir Türk dövləti mövcud idi, Xəzər xaqanlığı. Yəni dənizin adına uyğun olaraq Xəzər xaqanlığı. Bunlar Slavyanların başçısı Xəzər xaqanlığı ilə danışır. Deyir ki, götürdüyümüz əsirlərin bir qismini, qarətin bir qismini sənə verəcəyik. İcazə ver biz çayla Xəzərə daxil olaq. Başqa etsin istəmir. Xəzər xaqanlığı razılaşır. 914-cü ildə onlar gəlirlər, deməli 50 minlik ordu ilə Azərbaycana. Yəni 100 nəfər döyüşçü, 500 dənə də gəmidə. 50 min nəfərdən ibarət gəlirlər Azərbaycan arasında. Burada da vahid olaraq biz deyirik ki, Abşeron sahillərini qarət eləyirlər. Yəni bu Abşeron yarımadası da göstərdiyim yer. Abşeron sahillərini qarət eləyirlər. Sonra da 3 gün dolaşa biləcəkləri yerlər olur da. Yəni 3 gün ərzində hara gələ bilirlərsə Şirvan, Şamaxı, digər əraziləri də qarət eləyirlər. Qayıdıb gedirlər. İstədikləri kimi qənimətlərin, qarətlərin yığırlar, gedirlər şad-xürrəm. Xəzər xaqanlığına da vəd etdikləri bir hissəni vermək istəyəndə Xəzər xaqanlığının əhalisi görür ki, bunların apardığı əsirlər türklərdir.
Ona görə də Xəzərlər, digər türk tayfaları birləşirlər, Slavyanları ağır məğlubiyyətə uğradırlar və əsirlər geri qaytarılır Azərbaycan ərazisinə. Daha sonra biz deyirik buradan, bunlar getdilər. Növbəti yürüşlər gələcək 944-cü ildə. Bu da çox amansız bir yürüş olur. 944-cü il yürüşünün adı elə Bərdə faciəsi kimi tarixə düşür. Bərdə. Burada nə iş görürlər? Bu vaxtı 944-cü ildə Bərdə dövləti Salarilərin tərkibində idi. Salarilər dövləti də yəni artıq yeni yaranmışdı. Salarilərin paytaxtı da Ərdəbil şəhəri idi. Biz bura birazdan daha ətraflı toxunacağıq. 944-cü ildə Bərdəyə gəlməkdən ötürü yenə Xəzər dənizindən gəlirlər. Biraz buralarda qarətlər falan edirlər, gəlirlər Kür çayına çatırlar. Gəmiləri ilə Kür çayına daxil olurlar Bərdəyə. Buna qədərki yürüşlərdə biz deyirik, Slavyanlar ancaq qarətə gəlirlər. Bərdə yürüşündə isə onlar ilk dəfə Azərbaycanda möhkəmlənmək üçün və Bərdə şəhərini ələ keçirdib qarət etmək üçün gəlirlər. Yəni ilk dəfə möhkəmlənmək üçün gəldikləri yürüş hansıdır desək, Kür çayına gəldikləri Bərdə. Burada görürsünüz daha mərkəz bir yerə gəlirlər ki, möhkəmlənmək onlar üçün daha asan başa gəlsin. Gəlirlər Bərdə şəhərinə 944-cü ildə çatırlar. Bərdə əhalisinə divan tuturlar. Onlara deyirlər ki, Bərdəni tərk eləyin, çıxın gedin. Gedə bilməyənləri qılıncdan keçirirlər. Bütün əmlaklarını əlindən alırlar, hər şeylərini. Sonra Bərdə əhalisini yığırlar bir məscidə. Burada deyirlər ki, 20 dinar məbləğində hər kəs pul verməlidir. Bu pulu verə bilməyənləri yenə öldürürlər. Və artıq bu qədər adam, 20 mindən çox adam öldürürlər, qətl edirlər. Bu qədər adam ölür. İstər-istəməz bu da gəlib infeksiyalara çıxarır. Elə Slavyanların da Bərdədən getməyinə səbəb bu olur. Ən əsas səbəbdən biri infeksiya, yoluxucu xəstəliklərin yaranması, digərdəki Bərdə əhalisinin müqaviməti. Bərdə əhalisinin burada biz qalib gəlməyi demirik. Əhalinin müqaviməti deyirik. Əhali müqavimət göstərir Slavyanlara və Slavyanlar 944-cü ildəki yürüşün 945-də başa çatdırırlar. Bərdə şəhərini tərk edirlər. Bərdədən çıxdılar. Təzədən biz danışırıq 987-ci il yürüşündən. 987-ci il yürüşün artıq Dərbənd hakimi tərəfindən çağırılır. Niyə çağırılır? Bu dəfə Dərbənd hakimi yerli əyanlara mübarizə aparmaq üçün Slavyanları köməyə çağırır. Deməli, ilk dəfə köməyə çağırmaq hardadır? Dərbənddə. 987-də Dərbəndə gəlirlər. Bundan sonra biz Slavyan yürüşlərindən danışırıq. 1030-cu ildə. 1030-a qədər az öncə demişdim ki, biz Ərdəbilə toxunacağıq. 944-də Bərdədə. Bərdə Salarilərin tərkibində idi. Həm də Bərdəni niyə müdafiə eləmək olmadı? Salari hökmdarı önəmi vermişdi Ərdəbilə. Çünki buradan Mosul hakimi paytaxta hücum edirdi. İstər-istəməz dövlətin də paytaxtı Ərdəbildirsə, birinci növbədə Ərdəbil qorunmalıdır. Ona görə də bütün ordusunu aparır Ərdəbilə, 30 minlik ordunu. Bərdə şəhəri isə, Bərdədə də Salari hökmdarının əmiri var idi. O dövrdə əmirliklər idarə edirdilər şəhərləri. Bu əmirliyin də ordusu az idi, müqavimət göstərə bilmir. Ona görə Bərdə rahat ələ keçirmişdi. İndi danışdıq biz 1030-cu ildən. 1030-cu il yürüşündə bu dəfə də onlar yenə Xəzərlə daxil olub gəlirlər Azərbaycana. Burada Şirvanşah qoşununu məğlub eləyirlər. Daha sonra içərilərə doğru irəliləyirlər yenə. Bu dəfə tarixdən dərs götürmüş Mənud Söhür qoymur ki, yenə həmin səhv təkrarlansın. Deyirkən rahatı bu çayın qabağını bətlə keçərəm, görün gəmi nətər gələcək. Elə də eləyir. Yəni burada artıq 1030-cu ildə yürüşün qarşısı alınır. Yenidən onların bir yürüşü də olur. 1032 və 1033-cü il yürüşləri. 1033-cü il yürüşləri. Bu yürüşlərdə də biz danışırıq. Onlar yenə gəlirlər Şirvana. Bu dəfə Şamaxı şəhəri tutulur. Şamaxı şəhərinin ərəb mənbələrində Yezdiyə şəhəri deyilir. Yezdiyə qarət olunur, əhali qılıncdan keçirilir. Bərdə şəhəri ilə oxşar xüsusiyyətdir burada da. Daha sonra deyirik 1033-cü ildəki yürüşdə tək Slavyanlar yox, Alanlar və Sərir tayfaları da bura qoşulmuşdur. Gözləyin çöldə. Bura qoşulmuşdur. Alan Slavyanlardan hücumlarından sonra 1033-cü ildən sonra yenidən bu dəfə də burada Beyləqan şəhəri var. Beyləqan da Şəddadilərin tərkibində idi. Həmin Beyləqan şəhəri də
Musa ibn Fəzlə Şəddad hökmdarına qarşı qardaşı qiyam qaldırır. Bunun üçün də o Slavyanları çağırır. 1032-ci ildə də Slavyanlar yenidən gəlirlər. Beyləqan əhalisinə burada əhalini qılıncdan keçirirlər, əsas odur üsyan yatırılır. Musa ibn Fəzl bunlara xərac verir. Bu yürüşdən bunlar quru yolu ilə gedirlər. Yəni bizə test sual çıxsa ki, hansı yürüşdə onlar quru yolu ilə geri qayıdırlar? Bizans, burada da Bizans dövləti idi. Bizansla da Slavyanlar eyni kökə mənsubdur demək olar ki, yəni qaynayıb qarışmış millətlərdir sonrakı dövrlərdə. Həmin bu Slavyanlar Bizans ərazisindən qayıdıb gedirlər ölkələrinə, dəniz yolu ilə yox. Bir də biz burada danışırıq. Bir il sonra Dərbənd hakimi nə qarşı? Onlar əvvəl-axır Dərbənd hakimi onları bir dəfə çağırmışdı. Təzədən gəlirlər Dərbənd hakimliyinə. Bu vaxt Dərbənd hakimi onları məğlubiyyətə uğradır. 1033-cü ildən sonra da bu yürüşdən sonra Dərbənd hakimi onları məğlubiyyətə uğradır. Bir il sonra onlar yenə Dərbəndə gəlirlər ki, Dərbənd şəhərini yəni Dərbənd əhalisindən qisaslarını alsınlar. Ancaq belə də olmur. Bu dəfə də Dərbənd əhalisi tərəfindən Slavyanlar süquta uğradılar. Biz bir də danışırıq. Qapıda gözləyin. Növbəti yürüş. Biz Dərbənddən danışdıq. 1133-cü ildə Dərbənd hakimi və Dərbənd əhalisi tərəfindən Slavyanlar süquta uğradılar. Son olaraq deyirik 1175-ci ildə. 1175-ci ildə onlar yenə Şirvana hücum eləyir. Bu dəfə Şirvanşah hökmdarı 1-ci Axistan və Şirvanşah hökmdarı 1-ci Axistan, bir də Gürcü çarı 3-cü Georgi tərəfindən Slaven yürüşləri yatırılır. Bununla da Slaven yürüşlərinə son qoyulur.